Hörmətli izləyicilər, biz torpaqla təmasda olan hissəni ancaq sıvamışıq və ora rubiroidi yapışdırmışıq. Ona görə ki, yuxarıda hörgü işləri getdikdən sonra bu ev 2 mərtəbə və plus mansard olduğuna görə ola bilər ki, mayakla vurduğumuz suvaq düz gəlməsin. Və suvaq da suvağa tam yapışmır. Ona görə bu hissəni mişar daşlarının üstünü açıq saxlamışıq ki, bir dəfəyə sıvayaraq bunu savadlı və gözəl şəkildə təhvil verək. Gördüyünüz kimi izolyasiyamız da çox savadlı şəkildə yerinə yetirilmişdir. Gördüyünüz kimi hər bir şey qaydasında. Bu arada deyim ki, rubiroidimiz da Texnonikoldandır. Parçalı rubiroiddir. Binamız da 1-ci mərtəbənin artıq sütunları qəliblənmişdir və rigellərin dabanları atılmışdır.